بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا ومولانا محمد وعلى آله وأصحابه أجمعين أما أبد. Qardaşlar, haqq dəvətçisinə olmazın çirkin iftiralar atmaq batil əhlinin qədimdən bəri dəyişməz adətidir. Onlar bu adəti bir-birinə miras olaraq götürmüşlər və qiyamətə qədər də belə davam edəcək. Məsələn, Allah Rəsulu sallallahu aleyhi və səlləm insanları İslama dəvət etdikdə müşriklər belə dedilər. O bu dediklərini Yahudi keşişdən öyrənir. Eyni buna bənzər iftira Şeyx Muhammed bin Abdülvahhab rahimahullaha atılmış və onun İngilis casusu olduğu irəli sürülmüşdür. Hətta bu barədə İngilis casusunun etirafları adlı kitab da yazılmışdır. İnşallah bu kitabın nə dərəcədə doğru bir kitab olduğunu araşdıracağıq. Yəni bu kitabı oxumağı məsləhət görürsünüzmü deyə soruşsanız deyərəm ki, bəli. Bir müəllifin, bir yazarın nə qədər saxtakar, nə qədər kəzzəb, nə qədər savadsız olduğunu tarixi əsər uydurarkən tarixdən nə qədər cahil olduğuna şahid olmaq istəyirsinizsə, bu kitabı oxuyun. Kitabı vərəqlədikdə elə ilk səhifələrdən əsərin olduqca cahil birisi tərəfindən qələmə aldığı açıq görünür. Yəni bir yazıcı, bir saxtakar tarix əsəri uyduran, bir əsər uydurur, o qədər tarixi səhvlər edir ki, adama deyərlər ki, ay bala, uydurursan uydur. Amma əvvəl bir Muhammed bin Abdülvahhabın həyatını, hansı tarixdə doğulub, hansı tarixdə öldüyünü öyrən. Sonra İngiltərənin tarixi ilə maraqlan, hansı qurumların nə vaxt yarandığını dəqiqləşdir, ona uyğun bir şey uydur. Yoxsa bu qədər tarixi ziddiyyətlər 5-ci sinif uşağının belə etməyəcəyi səhvlərdir. Yəni, hara tələsirdin? İlk olaraq, qardaşlar, onu bilmək lazımdır ki, bu kitabın ilk versiyası real tarixi mənbə deyil. Müəllifi də Hemfer deyil. Hemfer adında bir casus deyil. Ən erkən məlum nəşr 20-ci əsrdə ortaya çıxıb və əsərin əsl orijinalı mövcud deyil. Mövcud mənbələrə görə kitabın ən erkən məlum müəllifi Sıddıq Gümüş, başqa adla desək Hüseyin Hilmi hesab olunur. Onun adı ilə kitabın müxtəlif nəşrləri 2003-cü ildə, 2014, 2017-ci illərdə çıxıb. 2003-cü ildə nəşri 128 səhifəlik nəşr kimi göstərilir. 2014-cü ildə Bakıda Zardabi MMC tərəfindən nəşr olunub. Yəni bu mənbələrdən görünür ki, kitab Hemfer adlı casusun 1700-cü illərdə yazdığı xatirələri olduğu iddia olunsa da, bu xatirələrin 18-ci əsrə aid olması haqqında heç bir müstəqil tarixi sübut yoxdur. Heç bir müstəqil tarixi sübut yoxdur ki, Hemfer adında casusun 17-ci əsrdə belə bir əsər yazıb. Belə bir əsər yazdığı haqqında heç bir dəlil sübut mövcud deyil. Mənbələrdə Hemfer adlı casusun varlığına dair heç bir tarixi sənəd yoxdur. Bu xatirələr ilk dəfə 20-ci əsrdə ortaya çıxıb və müasir tarixçilər tərəfindən uydurma, siyasi təbliğat mətni kimi qiymətləndirilir. Məsələn, Bernard Haykl, məşhur İslamşünas, bu əsəri anti-vəhhabi saxtakarlığı adlandırır və ehtimal olunan müəllifin Əyyub Sabri Paşa olduğunu qeyd edir. Sonra məsələn D.B. Pediyanın elmi icmalında bu mətin saxtakarlıq, uydurma, tam cəfəngiyyat kimi təsvir olunur. Kitabın içərisində də bu açıq-aydın görünür. Sonra Qrokpediyanın fakt yoxlama elmi icmalı. Burada müasir tədqiqatçıların ümumi mövqeyi ədəbi saxtakarlıq kimi verilir. Kitabın içərisindəki biabırçılıqlar isə elə ilk səhifələrdən açıq-aydın gözə çarpır. Məsələn, güya Hemfer deyir ki, İngilis casusu Hemfer deyir ki, 1710-cu ildə mən casus kimi İstanbula göndərildim. 2 il orada qaldıqdan sonra geri Londona qayıtdım. Sonra 6 ay Londonda qaldım və 6 aydan sonra Bəsrəyə göndərildim. Orada isə Muhammed bin Abdülvahhabla tanış oldum. Bəsrədə 3 il qalır, Hemfer Bəsrədə 3 il qalır. Demək ki, Hemfer yol iz hesablasaq 1713-cü ildə Bəsrədə olub və İbn Abdülvahhabla tanış olub. Muhammed bin Abdülvahhab 1703-cü ildə Üyeynədə doğulduğunu nəzərə alsaq,
Həmin vaxt 10 yaşı olub. Hempferin yazdığına görə Muhammed bin Abdülvahhabla Bəsrədə tanış olanda Muhammed bin Abdülvahhabın 10 yaşı var idi. 10 yaşında bir uşaq idi. Hempferin 10 yaşlı uşaqla birləşib İslamı yıxmaq üçün planlar qurmasına bu savadsız müəllif kimi inandırmaq istəyir görəsin. Ən dəqiq mənbələr Şeyxin Muhammed bin Abdülvahhabın 1736-1739-cu illərdə Bəsrədə olduğunu qeyd edir. Yəni kitabın iddiasından 20 il sonra. İkinci, mətn 1700-1720-ci illərdə Hempferin İngiltərə Kəşfiyyat Nazirliyində işlədiyini iddia edir. Halbuki 18-ci əsrdə İngiltərədə heç bir kəşfiyyat nazirliyi yox idi. İngiltərədə olan kəşfiyyat idarələri MI5, MI5, MI6, MI5, MI6 deyək. 1909-cu illərdə, 1912-ci illərdə yaranmışdır. İlk dəfə kəşfiyyat idarələri, biri daxili kəşfiyyat idarəsi idi, biri xarici kəşfiyyat idarəsi. MI5, MI6. 1909-1912-ci illərdə yaranmışdır. 1700-ci illərdə belə bir kəşfiyyat idarəsi olmayıb. Üçüncü, Hempfer güya Şeyx Muhammed bin Abdülvahhabı islahatçı kimi yetişdirdiyini yazır. Halbuki şeyxin fəaliyyəti, yəni dəvəti 1744-cü illərdə başlayır. Hempferin fəaliyyəti ilə 1710-1721-ci illər arasında 24 il fərq var. Onun iddiasına görə, kitabın iddiasına görə isə həmin vaxtlar Muhammed bin Abdülvahhab 9-17 yaş arasında olub. Yəni Hempfer hələ mövcud olmayan bir hərəkatı təsvir edir. Dördüncü, hələ birinci səhifədə Hempfer yazır ki, Müstəmləkələr Nazirliyi mənə falan vəzifəni tapşırdı. Müstəmləkələr Nazirliyi məni İstanbula yola saldı. İstanbula göndərdi 1710-cu illərdə. Hempfer 1710-1720-ci illərdən bəhs edir. Halbuki İngiltərədə Müstəmləkələr Nazirliyi kimi tanınan qurumun rəsmi forması Colonial Office ilk dəfə 1768-ci ildə yaradılıb. İlk dəfə 1768-ci ildə Colonial Office adlı Müstəmləkələr Nazirliyi rəsmi qurumu yaradılıb. Yəni bunun iddiasından 55-60 il sonra. Daha sonra bir neçə dəfə ləğv olunub, yenidən təşkil edilib və 1854-cü ildən 1966-cı ilə qədər ayrıca nazirlik kimi fəaliyyət göstərib. Beşinci, bundan 2-3 cümlə sonra Hempfer deyir ki, bizi ən çox narahat edən xəstə adam, yəni Osmanlı idi. Osmanlıya xəstə adam deyirlər. Halbuki Osmanlı üçün xəstə adam ifadəsini ilk dəfə Rusiya İmperatoru 1. Nikolay 1853-cü ildə Krım müharibəsi ərəfəsində işlədib. 1853-cü ildə Hempferin iddiasından 130 il sonra bu kəlmə işlədilib. Hempferin yazdığı əsərdən 130 il sonra bu kəlmə ilk dəfə Nikolay, 1. Nikolay tərəfindən işlədilib. 6-cı mətn iddia edir ki, Britaniya 18-ci əsrdə yaxın şərqdə İslamı parçalamaq üçün geniş planlar qururdu. Halbuki Britaniyanın 18-ci əsrdə demək olar ki, yaxın şərq planı yox idi. Bölgəyə maraq Napoleonun Misir yürüşündən 1798-ci ildən sonra başladı. Yəni 19-cu əsrdə körfəz siyasəti həmin zamanda formalaşıb. Ondan əvvəl yaxın şərq üzrə heç bir planı İngiltərənin olmayıb. 7-ci, tədqiqatçılar bu əsəri anaxronizmlər və tarixi uyğunsuzluqlar səbəbilə etibarsız saymışdır. Ən məşhur müasir tədqiqatçılar, istər şərq tədqiqatçıları, istər qərb tədqiqatçıları bu əsərə etibarsız, uydurma, tamamilə cəfəngiyat adlandırmışdır. Mətn 18-ci əsrdə yazıldığı iddia olunur. Amma içindəki hadisələr, terminlər, qurumlar, siyasi proseslər və texnologiyalar 19-20-ci əsrlərə aiddir. Mətn 19-cu əsr şərqşünas üslubunda yazılmışdır ki, bu da sonradan uydurulduğunu göstərir. 8-ci, əsərin ən gülünc yeri. Yəni, bura çatanda bu əsəri ərinmədim, mən oxudum. Bura çatanda həqiqətən utandım özümdən bunu oxumağa. Bu qədər cahilliyə mən özümdən utandım. Əsərin ən gülünc yeri güya Hempferin Rasputin adlı oğlu olub. Nə o dövrdə, nə də indi İngiltərədə Rasputin adı mövcud olmayıb.
Rasputin adı Rus mənşəlidir. Rus dilində Rasputni sözündən gəlir. Mənası əxlaqsız, pozğun deməkdir. Yəni Hempfer öz oğluna əxlaqsız, pozğun adı qoyub. Bu familiya kimi formalaşıb, belə bir ad olmayıb, yoxdur. Rus kəndli ailələrində yayılıb. İngiltərədə isə heç vaxt belə ad olmayıb. Rasputin adlı məşhur şəxs 1869-1916-cı illərdə yaşayıb. Yəni yaxşı ki, Hempfer əminin qızı olmayıb, yoxsa yəqin ki, onun da adını Yekaterina qoyardı. 9-cu, tədqiqatçılar deyirlər ki, mətn 18-ci əsr İngilis memuarlarına uyğun deyil. Terminologiya 19-20-ci əsr Osmanlı anti-Vəhabi polemikasına daha uyğundur. Həmçinin mətndəki İngilis kəşfiyyat terminləri 20-ci əsrə aiddir. Bu da əsərin Əyyub Sabri Paşa tərəfindən 1880-cı illərdə yazıldığı iddiasını daha da gücləndirir. Yəni, əsərin kim tərəfindən yazılması belə Hempfer tərəfindən yazılmadığında ixtilaf yoxdur. Bütün tədqiqatçılar, bütün araşdırmaçılar, tarixşünaslar yekdilliklə deyir ki, Hempfer adlı bir casus olmayıb və belə bu əsər onun tərəfindən yazılmayıb. Kimin tərəfindən, ondan başqa kimin tərəfindən yazıldığında belə mübahisələr var. Kim tərəfindən yazıldığı dəqiq deyil. Bəziləri 1880-ci ildə Əyyub Sabri Paşa tərəfindən yazıldığını iddia edir. Bəziləri də Sıddıq Gümüş tərəfindən yazıldığını iddia edir. 10-cu, mətn 18-ci əsrdə mövcud olmayan bir sıra texnoloji və sosial elementlərdən danışır. Məsələn, şərq siyasəti. 19-cu əsrdən əvvəl Britaniyada bu kəlmə işlənmirdi. Şərq siyasəti yox idi. Sonra kolonial idarəetmə sistemi. Mətn Britaniyanın güya yaxın şərqdə kolonial idarəetmə planlarından danışır. Halbuki Britaniya kolonial idarəetməni Hindistanda 19-cu əsrdə qurdu. 1700-cü illərdə Britaniyanın yaxın şərqdə heç bir koloniyası yox idi. Bu termin özü də 19-cu əsrə aiddir. Və ya İslamı parçalama strategiyası. Hempfer güya Britaniyanın İslamı parçalamaq strategiyasından danışır. Bu ideya 20-ci əsr antikolonial ədəbiyyatın məhsuludur. Antikolonial ədəbiyyatın məhsuludur. 18-ci əsrdə Britaniyanın İslam dünyasına dair heç bir strategiyası yox idi. 11-ci əsərdə Britaniya-Osmanlı münasibətlərinin yanlış təsviri. Güya mətn iddia edir ki, Britaniya Osmanlını dağıtmaq üçün gizli planlar qururdu. 1700-cü illərdə Britaniyanın ən böyük planlarından biri Osmanlını dağıtmaq idi və ona görə onun içərisində casuslar göndərirdi. Osmanlını parçalamaq istəyirdi. Halbuki 1700-1800-cü illərdə Britaniya Osmanlını Rusiyaya qarşı dəstəkləyirdi və dağıtmaq istəmirdi, dağılmasını da istəmirdi. Birbaşa silahlı dəstək verməsə də ticarət maraqlarına görə Osmanlının yıxılmasını istəmirdi. Rusiyanın Osmanlını məğlub edərək Aralıq dənizinə sahib olması İngiltərənin maraqlarına zidd idi. İngiltərə Rusiyanın Aralıq dənizinə enməsini özünün yaxın şərq, Hindistan və Aralıq dənizi ticarət yollarına birbaşa təhlükə hesab edirdi. Buna görə də Osmanlı-Rusiya müharibələrində London çox vaxt Osmanlının zəifləməsinə qarşı çıxırdı. Yəni bu tarixi faktlarla ciddi bir ziddiyyət təşkil edir. 12-ci, kitabı vərəqləyib Hempferin Muhammed bin Abdülvahabla tanışlığından sonra olanlar isə tamamilə biabırçılıqdır. Yəni bir kəs necə utanmaz, nə qədər abırsız, nə qədər yalancı olmalıdır ki, düşməninə qarşı belə iriyənc iftiralar atsın. Məsələn, güya Hempferlə danışandan sonra Muhammed bin Abdülvahab mütə nikahını halal görüb. Bundan sonra Hempfer Müstəmləkələr Nazirliyi tərəfindən göndərilən pozğun xristian qızların olduğu yerə gedib və bir qadın tapıb onu şeyxlə mütə nikah elətdirib. Halbuki onun həyatını qələmə alan müasirləri təxmini 13 yaşında atasının onu evləndirdiyini qeyd edir. Sonra güya şeyx hücum cihadını qəbul etməyib. Onu caiz görməyib. Halbuki onun həyatını bilən bilir ki, Muhammed bin Abdülvahab şirki yox etmək və tövhidi bərqərar etmək üçün ərəb qəbilələri ilə cihad edib. Sonra güya şeyx içkini halal görüb. Güya şeyx məzhəbləri rədd edib. Halbuki özünün əqidəsi haqqında yazdığı risalədə ki, onun əqidəsini növbəti dərsdə biz zikr edəcəyik, özünün əqidəsi haqqında yazdığı risalədə 4 məzhəbi qəbul etdiyini, özünün isə Həmbəli məzhəbinə bağlı olduğunu dəfələrlə qeyd edib.
dəfələrlə mən Həmbəli məzhəbinə sadiqəm, mən Həmbəli məzhəbi üzərindəyəm dediyini öz əsərlərində bəlkə yüzlərlə dəfə qeyd edib. Sonra güya Hemferlə danışandan sonra şeyx namazı, orucu, həcci fərz görməyib. Hemfer ona inandıra bilib ki, namaz, oruc fərz, həcc fərz deyil, bu da onları qəbul edib fərz görməyib və bundan sonra namazları belə tərk edib, namazları vaxtında qılmayıb, gah qılıb, gah qılmayıb, Hemfer belə yazır güya. Halbuki şeyxin əsərlərini oxuyan kəs, bəlkə 100 yerdə şeyxin namazı, orucu, həcci inkar edənin icma ilə kafir olduğunu açıq bəyan etmişdir. Muhammed ibn Abdülvahhabın kitabları, məktubları ortadadır. Ondan sonra gələn, onun dəvətini davam etdirən tələbələrinin, övladlarının, nəvələrinin cildlərlə əsərləri ortadadır. Yer üzündə bu əsərin içində, bu əsərlərin içində həmən iddiaları doğrulayacaq bircə cümlə gətirə biləcək insan yoxdur. Bütün kəzzəblərə, müftərilərə meydan oxuyaraq deyirik ki, həmən əsərlərdən Hemferin əsərində iddia olunan Muhammed ibn Abdülvahhabın namazın vacibiyyətini, orucun vacibiyyətini, zəkatın vacibiyyətini inkar etdiyini, içkini halal gördüyünü, mütə nikahını halal gördüyünü, hücum cihadını fərz görmədiyini, qəbul etmədiyini iddia edən kəslərə meydan oxuyaraq deyirik ki, onun əsərlərindən və onun davamçılarının əsərlərindən onu təsdiq edən bircə cümlə gətirin. Əsla və əsla gətirə bilməzsiniz. Hətta bu əsərlərdən Əhl-i-Sünnə vəl-Cəmaənin əqidəsinə, inancına, fikrinə zidd olan bircə cümlə gətirin ki, gətirə bilməzsiniz. Burada meydan oxuyaraq deyirik ki, onların əsərlərindən Əhl-i-Sünnə vəl-Cəmaənin əsərlərinə zidd bircə cümlə gətirin. Bu məsələnin birinci tərəfi. İkinci, tutaq ki, bütün bu nağıllar doğrudur. Və Şeyx Muhammed ibn Abdülvahhab bu yazılanları edib. Tutaq ki, içkini halal görüb, mütə nikahını halal görüb, 4 məzhəbi rədd edib, namazı, orucu, həcci fərz görməyib və sonda sizin Vəhabi adlandırdığınız kəslərdən bu əqidədə olan bircə nəfər tanıyırsınızmı? Elə bir adam varmı ki, sizə görə Vəhabidir, Muhammed ibn Abdülvahhabın yolunu gedir və içkini halal görür, namazı, orucu, həcci vacib görmür. Göylərin və yeri Rəbbi olan Allaha and olsun ki, bircə nəfər belə tapa bilməzsiniz. Əksinə, sizin Vəhabi dediyiniz hər kəs icma ilə bu deyilənləri halal görənlərin, içkini halal görənlərin, mütəni halal görənlərin, namazı, orucu, həcci vacib görməyənlərin kafir olduğuna inanırlar. İcma ilə. O halda necə olur ki, bu kəslər Vəhabi adlanır? Axı Vəhabilər Muhammed ibn Abdülvahhabın yolunu gələnlərdir. Muhammed ibn Abdülvahhab da içkini, mütəni halal görmüş, namazı, orucu, həcci fərz görməmişdir. Sizin Vəhabi dedikləriniz isə bu əqidənin icma ilə küfr olduğuna inanır. Yəni Vəhabilərə görə güya Hemferin yazdığı kitabdakı Muhammed ibn Abdülvahhab icma ilə kafirdir. Əgər həqiqətən Hemferin yazdığı əsərdəki Muhammed ibn Abdülvahhabdırsa, onun əqidəsi o olubsa, onun küfrünə şəkk edən icma ilə kafirdir. Hətta onun təkfirinə şəkk edən, onu təkfir etməyən belə icma ilə kafirdir. Bu kəslər necə Vəhabi hesab oluna bilər o halda? Yəni bu ziddiyyətdən necə çıxacaqsınız? Ey bu kitabı yazan, tərcümə edən, paylayan, buna inanan, insanları bu nağıllara inandırmağa çalışan, şərəf, mənəviyyat, əxlaq çatışmamazlığından əziyyət çəkən məxluqlar. Yəni Allah Əzzə və Cəllə buyurur ki, bir qövmə olan düşmənçiliyiniz sizi ədalətsizliyə zövq etməsin. Adil olun, bu təqvaya daha yaxındır. 13-cü. Vəhhabiliyi necə ingilislər qurubsa, şeyxin nəvələrindən biri Abdullah bin Abdüllətif rahiməhullah bir fətvasında buyurur ki, kim ingilislərə boyun əyər, onlarla dostluq edərsə, o kəs Allah və Rəsuluna döyüş açmış, İslam dinindən irtidad etmiş və kafir olmuşdur. Əd-Dürər-i Cihad bölümündə. Vəhabi dediklərinizin ən böyük şeyxlərindən Abdullah bin Abdüllətifin fətvası. Və bütün bunlardan sonra tarixi faktlar onu göstərir ki, İngilislər 18-19-cu əsrlərdə Ərəbistan yarımadasına gələndə Vəhabilərlə dəfələrlə toqquşublar, dəfələrlə vuruşublar, qanlı müharibələr olub. 1809-1819-cu illərdə İngilis Vəhabi dəniz toqquşmaları olub.
1809-cu ildə ingilislər Ras el-Xaymə limanını bombalayıb. 1811-ci ildə Vəhabilər Bəhreynə hücum edib. İngilislər müdaxilə edib. Bəhreyni müdafiə etmək üçün, qorumaq üçün ingilislər müdaxilə edib. 1819-cu ildə ingilislər yenidən Ras el-Xaymanı dağıtdı və bölgəni nəzarət altına alır. Bu döyüşlər birbaşa tarixdə Vəhabi Səud qüvvələri ilə idi. 1811-1818-ci illərdə Misir valisi Muhammed Əli Paşa Osmanlı adına Vəhabilərə, Vəhabi dedikləriniz Sələfilərə qarşı böyük hərbi yürüş edir. İngilislər Muhammed Əli Paşanı dəstəkləyirdi. Vəhabilərin güclənməsini öz maraqlarına zidd görürdülər. Dənizdən təzyiq göstərilirdi. Dənizdən dəstək verirdilər Osmanlıya. Yəni İngiltərə dolayısıyla Osmanlının tərəfini tuturdu. Vəhabiləri ingilislər yaradıb. Gəlin baxaq, ingilislər özləri Vəhabilər haqqında nə deyir? 1808-1811-ci illərdə Bağdadda Britaniya nümayəndəsi olan Sir Harford Jones deyir ki, Vəhabi gücü Ərəbistanda bütün mövcud hakimiyyətlər üçün, o cümlədən bizim maraqlarımız üçün təhlükəlidir. Yəni, bu Britaniya Xarici İşlər Nazirliyinin F-O78 seriyasında saxlanılır. 1811-ci ildə Britaniya Bəhreyn prezidenti, siyasi nümayəndə belə yazır. Vəhabilərin Bəhreyni işğalı Britaniya ticarəti üçün dözülməzdir. Onların mirvari ticarət yollarına nəzarət etməsinin qarşısını almalıyıq. Yəni, bu Britaniya körfəz arxivlərində mövcuddur. Hətta nəinki Osmanlı, Ərəbistanda Şeyx Muhammed ibn Abdülvahabın dəvətini rədd edən digər qəbilələr Sələfilərə qarşı ingilislərlə birləşdilər, ittifaq qurdular. Məsələn, Bəni Yas, Əbu Dabi və Dubay tayfaları, yəni bu tayfa bugünkü Birləşmiş Ərəb Əmirliklərinin əsasını qoyanlardır. Vəhabilərin təsirini təhlükə kimi görürdü. Fars körfəzi ticarətini qorumaq üçün ingilislərlə müqavilələr imzaladı. 1820-ci ildə İngiltərə ilə dənizlərdə ümumi sülh müqaviləsi bağladı. Bu müqavilə ilə Bəni Yas tayfası faktiki olaraq Britaniya himayəsinə keçdi. Sonra Qasimi tayfası, Ras el-Xayma. Qasimi tayfası əvvəlcə Vəhabilərə yaxın idi. Amma sonra ingilislərlə bir neçə dəfə döyüşdü. 1819-1820-ci illərdə İngiltərə onları məğlub etməsindən sonra Britaniya ilə əməkdaşlığa keçdilər. Yəni əvvəl düşmən dedilər, sonra məcburi müttəfiq oldular. Sonra Bəhreyn hakim ailəsi, Əl-Xəlifə ailəsi Vəhabilərlə dəfələrlə toqquşmuşdu. Onlar Vəhabilərin Bəhreyni işğal etməsindən qorxurdu. İngilislərlə müttəfiqlik qurdu. 1820-ci ildən etibarən Britaniya ilə siyasi müqavilələr bağladı. Bu ailə açıq şəkildə İngiltərəyə söykənirdi. Sonra Oman Vəhabilərin, sizin dilinizlə desək, Vəhabilərin ən böyük düşmənlərindən biri idi. Oman Vəhabilərə müharibə aparırdı. İngiltərə ilə dostluq və ticarət müqavilələri bağladı. Britaniya donanması Oman limanlarını qoruyurdu. Oman sultanları açıq şəkildə Britaniya tərəfini tuturdu. Yəni, xülasə, Vəhabilərin İngiltərə ilə birləşərək Osmanlıya qarşı vuruşması tamamilə mifdir, uydurmadır. Tarixi heç bir sübutu yoxdur. Vəhabilərin, yəni Suud ailəsinin 1915-ci ilə qədər bircə gün belə İngilislərlə ittifaqı olmayıb. İlk dəfə 26 dekabr 1915-ci ildə Darin müqaviləsi, İngiltərə ilə Suud ailəsi arasında ilk müttəfiqlik müqaviləsi imzalanıb. Abdüləziz bin Saud o vaxtı Suudun kralı. Britaniya Hindistan idarəsi müqaviləsini imzalayıb. Suud ailəsi Britaniyanın müttəfiqi ilə edilir həmin müqavilə ilə. İngiltərə Suudlara maliyyə və silah yardım etməyə öhdəsinə götürür. Suud dövləti Britaniyanın protektoru, yəni himayəsi statusu alır. Bu tarixdə Suud-İngiltərə arasında ilk rəsmi ittifaqdır. Bundan əvvəl heç bir gizli anlaşma, əməkdaşlıq və ittifaq olmayıb. Hətta bundan sonra da Suud Osmanlıya qarşı birbaşa silahlı müharibə etməyib. Osmanlının bölgədəki müttəfiqi olan Rəşidi, Cəbəl Şəmmar dövləti ilə silahlı münaqişələri olub. Yəni, bütün tarixi sənədlər onu göstərir ki, İngiltərə Vəhabiləri pirat, qarətçi, təhlükə kimi qiymətləndirirdi. Onlarla bir neçə dəfə döyüşüb, Osmanlı və Misir qüvvələrini Vəhabilərə qarşı dəstəkləyib, Vəhabi genişlənməsini Britaniya maraqlarına zidd sayıblar. Yəni, bu faktlar, bu Hempferin uydurmasının, bu kitabı yazan səfih kimdirsə,
bu iddiaların tamamıyla boş, çürük bir iddia olduğunu gösterir.